Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Əməkdar artist Gülstan Əliyeva Günə Uğurla verilişində qonaq olub. Axşamaz xəbər verir ki, sənətçi oğlundan danışaraq kövrəlib. O, şəhid həyat yoldaşı Zahid Əhmədovu övladı üçün əvəz edə bilmədiyini deyib. Vaxtında mən də ailəmi seçmişdim. Hər bir qadın anadır. Ata kim olur olsun, övladı cəmiyyətə ötürən anadır. Övladıma ata ola bilməmişəm. Bunu 100% əminliklə deyirəm. Oğlan uşaqları üçün ata çox vacibdir. 44 günlük müharibə dövrünə nəzər salaq. O, igidləri yetişdirən məhz analardır. Mənim övladım da cəbhədə oldu. Bizim analarımıza halal olsun. Lakin elə məqamlar, anlar olur ki, ata sözü, yumruğu, baxışı lazımdır.